2025-ci ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55 milyon 672 min 800 manat vəsait yönəldilib. Bu göstərici bir il öncəkindən 31,5% çoxdur. Muxtar Respublikada ümumi daxili məhsul istehsalı 598 milyon 755 min 900 manat olmuşdur. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2% çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,7% artaraq 1270,4 manat olmuşdur. Sənayenin inkişafında da artım müşahidə edilib. Belə ki, yanvar-may aylarında Muxtar Respublikada 209 milyon 445 min 400 manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilki göstəricidən 3,6% çoxdur. Sözügedən dövrdə kənd təsərrüfatının inkişafı da diqqətə saxlanılıb. Cari ilin yanvar-may aylarında Muxtar Respublikada 86 milyon 631 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 8 milyon 566 min 900 manatı biçicilik sahəsi üzrə, 78 milyon 64 min 400 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,7% artmışdır. Həmçinin yanvar-may aylarında Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 48 milyon 879 min 270 ABŞ dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 13,6%, o cümlədən idxal 15,5% azalıb, ixrac isə 9,3% artıb. Qeyd edək ki, Muxtar Respublika əhalisinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 51,6% artaraq 2025-ci il may ayının birinə milli valyuta ekvivalentində 29 milyon 544 min 900 manat təşkil edib. Əsas kapitala vəsait qoyuluşunun 34 milyon 861 min 200 manatı və ya 62,6% tikinti quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə Muxtar Respublikada əhalinin sayı artıb. Belə ki, mayın 1-nə əhalinin sayı bir il öncəyə nisbətən 2169 nəfər və ya 0,5% artaraq 471 min 434 nəfər olub. Samirə Həsənli, Tərlan İbrahimova, Cəmil Məhərrəmov, NTV Xəbər.